Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 29 sentyabrdan 6 oktyabra doğru nələr gözləyir? Gəlin birinci baxaq. Balıqlardan başlayanda balıqlar bu həftə həqiqi mənada elə bir vəziyyətdəsiz ki, belə deyim də, özünüzün enerjilərini təmizləməlisiniz. Həm yorğunluq, həm mənfi enerji. Nəfs ağırlıq, negativliyiz normadan çoxdur. Bunları ciddi bir şəkildə təmizləməlisiniz və bunları ciddi bir şəkildə özünüzdən arındırmalısınız. Balıqlar bu həftə o qədər güclü olacaqsınız. Həm pul maddiyatı, həm şansı, həm öz uğurunuzu özünüzə doğru çəkmiş bir şəkildə aktivləşdirəcəksiniz. Balıqlardan bu həftə tələb olunan vəziyyət nədir? Bədəninizdə olan yüklərdən azad olmaq və yuxuvuzu, belə deyim, gecə sisteminizi düzəltməyiniz hər şeydən vacibdir. Çünki bu həftə lazımından çox yükləri üzərinizə salıb maddesal mübadiləni həm də hər şeyi ədalətli şəkildə aparmağı zaman çərçivəsinə doğru yüksək səviyyədə tam bacara bilməyəcəksiniz. Sanki özünüzü nələrəsə qurban, bədənsal, sağlamlıq, maddiyat, özünüzü nələrəsə qurban verə bilərsiniz. Buna isə ehtiyac yoxdur. Dövlətlə, rəsmiyyətlə əlaqədar çoxdan da açarını əldə edə bilmədiyiniz bəzi problemlər varsa, onları bu həftə həll edəcəksiniz. Yəni, maddisal, sənədlə, dövlətlə, universitetlə, nədirsə dövlətlə əlaqədar bütün problemlərimizin bu həftə açarı əlinizdə olacaq. Həftə negativ həftə deyil. Həftə udarlı həftə deyil. Sadəcə bədən sağlığınız, sadəcə özünüz o qədər yorğun, o qədər belə deyim də gərgin vəziyyətdəsiz ki, bu mənfilikdən, bu çətinlikdən, bu yarımçılıqdan çıxma zamanıdır. Və çıxa biləcəyinizə də mən %100 əminlik hissi duyuram sizdə balıqlar. Ümumi dəyərləndirsək, belə deyim də, ətrafınızda sadiq bəzi insanları kəşf edəcəksiniz, motivasiya edəcəklər. Sizin özünüzün gücü normadan çoxdur, amma bədəninizi yenə dedirəm, mənfi enerji həddən artıq bədəninizdə mübadilə çoxdur, onu təmizləməlisiniz. Ümumi dəyərləndirsək, hardasa belə deyim də 78-79% qədər həftəviz uğurlu edə bilərsiniz. Qəribə bir şey var içimdə, elə bir danışdıqca boğaz sistemində, nəfəs sistemində narahatçılıqlar var. Bunların qabağını almalısınız balıqlar və bunu bacara biləcək insanlarsınız. Xərçənglərə gələndə isə xərçənglər yenə biz zəifləyirik. Amma xərçənglər üçün uğurlu bir zaman olmalıdır. Biz elə bil ki, qapıları döyürük, bir dəfə döyürük, ikinci dəfə qapı açılmırsa, döydük, açılmırsa, hər şeyə qarşı maraq, hər şeyə qarşı güvənsizlik, hər şeyə qarşı yarımçılığımız daha da artır. Buna ehtiyac yoxdur. Biz dəfələrlə addımlarımızı gücləndirməliyik. Çünki bizim emosiyalarımız, xərçənglər çox emosional insanlardır. Emosiya və hisslərini bildirən və hər şeyi yarımçıq aparan insanlarsınız. Bu həftə ailə ilə, şəxsiyyətlə əlaqədar o deyil. Qətiyyən qərar vermirik. Bu həftə şəxsiyyət, ailə ilə əlaqədar olaraq bəzi nüanslarda insanların sizi izlədiyini, güvənsizliyini, gözü nəzərisinin üzərinizdə olduğunu, sizin bir balaca büdrəməvizi gözləyəcək xərçənglər, buna yol vermirik. Qətiyyən hisslərimizi, səbirsizliyimizi, emosiyalarımızı kimlərəsə qurban vermək olmaz. Bu həftə işarət axtaracaqsınız və evrən sizə o işarəti verəcək. Və deyəcəksiniz, mənə işarət göndər. Necə etməliyəm və yaxud da kimə, necə doğru hərəkət etməliyəm deyə evrən sizlə kontaktın, əlaqəsini güclü bir şəkildə aktivləşdirəcək. Buna əmin ola bilərsiniz. Bu həftə ən çox da əlaqə sizlə əlaqədar olacaq xərçənglər. Yəni, bu həftə insanların sizi iynələyici sözləri, insanların sizi manipulyasiyası, insanları sizi, belə deyim də, küncə sıxdırmasına baxmayaraq, necə salam verirlər, elə də salamlarını özlərinə qaytaracaqsınız. Yəni, sizi necə təsir edirlər, qətiyyən bir balaca yumuşaqlıq eləmirsiniz. Eyni şəkildə də onların özlərinə doğru hərəkət eləməyə çalışırsınız. Xoşuma gəlmir başınızın arxasında olan problemlər, qətiyyən xoşuma gəlmir. Gözünüzdə olan narahatçılıqlar, kürəyinizin arxasında olan narahatçılıqlar, belə deyim də, bacarırsınız masaj, iynə terapiyası və yaxud da nəsə varsa bunları öz bədəninizdə sağlamlıq olaraq aktivləşdirməyə çalışın. Çünki xoşuma gəlməyən sinirsel bədəninizdə yığılmalar normadan çoxdur xərçənglər. Ümumi həftəni dəyərləndirsə 71%-ə qədər həftəviz uğurlu edə bilərsiniz. O da qulaqlarımızı bağlasaq. Əqrəblərə gələndə isə bu həftənin belə deyim də, hər kəsi barmağında oynadacaq insanlardan biri əqrəblər sizsiniz. Çünki bu həftə manipulyator olacaqsınız. Ağzınızdan çıxan sözlərdən insanlar asılı qalacaq, insanlar hərəkət edəcək, insanlar qərarsızlıqda qalacaq. Nə demək istəyirsiniz, özünüzü necə aparmaq istəyirsiniz, bir balaca şübhə və qərarsızlıqda qalacaqlar. Buna baxmayaraq, belə deyim də, mal mülklə, torpaqla əlaqədar nə etmək istəyirsinizsə, bu həftə onları edə bilərsiniz, uğurlu bir zamandasınız. Ən çox da əqrəb qadınları bu həftə şəxsiyyətlə əlaqədar belə deyim də, şahzadə kimi özlərini aparacaqlar. Yəni, güc, idarə məndədir, özünüzü elə aktivləşdirməyə çalışacaqsınız. Ümumi dəyərləndirsək, baş ağrılarınız ətrafınızda olan negativ auranın blokunu qura bilsəz, həftə uğurlu bir həftədir. Çünki
Bu həftənin yolunu özünüz çəkəcəksiniz. Bu həftənizi zaman çərçivəsində doğru özünüz aktivləşdirəcəksiniz və uğurlu bir şəkildə də aktivləşdirməyini bacara biləcəksiniz. Ailə ilə, övladla əlaqədar olaraq nə yarımçılıqlarınız varsa, bu həftə onların hamısını düzəltməyə çalışacaqsınız və yetərincə gücünüzü, yetərincə potensialınızı qabağa çəkmiş bir vəziyyətdəsiniz. Məni sadəcə narahat edən məqamlardan biri odur ki, çox qəribə hissiyatınızı itirmisiniz, dad bilmə, iyi bilmə. Nəsə bunlarda problemlər var. Bunları düzəltməlisiniz, başa düşürsünüz. Çünki elə bir ki, hər şeyə qarşı bədəninizdə solmuş bir vəziyyət var. Bədəninizin sizlə reaksiyası, bədəninizin sizlə kontaktı mənim xoşuma gəlmədi əqrəblər. Amma ümumi maddisal olaraq, ümumi istiqamət olaraq, ümumi istəkləriniz olaraq aktivləşəcəksiniz. Ən çox da oktyabrın 3-dən sonra öz gücünüzü bərpa etməyi, belə deyim də, əqrəblər bacaracaqsınız. Pis həftə deyil. 84%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma həftənin sonlarına doğru düşdüyünüz mühitə fikir verin. Çünki düşdüyünüz mühitdə böyük bir problem, böyük bir narahatçılıq yaşaya bilərsiniz.